Məhəmməd Hadinin Türkün Nəğməsi şeiri ilə bağlı əsas qeydləri nəzərdən keçirdək. Məhəmməd Hadinin Türkün Nəğməsi şeiri 1918-ci ildə 14-18-ci illəri əhatə edən Birinci Dünya müharibəsi ilə əlaqəli yazılmışdı və elə müharibə zamanı 1918-ci ildə yazılmışdı. Şeir lirik növdədir, bəndlərlə yazılmışdı və əruz vəzninin həzəc bəhrində yazılmışdı. Belə ki, bunu yaddan çıxardırsınızsa, yadınızda qalmırsa, qarışdırırsınızsa, Hadinin hısı ilə əlaqələndirin və həzəc bəhrində yazılmışdı. Daha sonra şeirin mövzusu milli azadlıqdır və məfkurə yolunda tökülən qanların hədər getməyəcəyi vurğulanır və əsas problem də vətənin azadlığının, müstəqilliyinin itirilməsi ilə bağlıdır. Belə ki, şeir dördlü şəkildə yazılsa da, sonda iki 3 misralıq əlavə olunan hissə var ki, o dördlü şəklində deyil. Yəni testlərdə bəzən düşə bilər ki, şeirin bəndlərinin hamısı 4 misradan ibarətdir. Ancaq bu belə olduğu təqdirdə biz həmin variantı səhv variant kimi qeyd etməliyik. Daha sonra əsərdə müəllifin adına rast gəlmirik. Baxırıq, müəllifin adı sonda və yaxud da əvvəldə heç bir yerdə müəllifin adı yoxdur. Şeirdə türk millətinin döyüşkənliyindən danışılır. İndi gəlin baxaq. Şeirdə təkrarlanan misralar var. Belə ki, şeirdəki şəhidlərin qanının, dul qadınların ah naləsinin, eyni zamanda türklərin göstərdiyi səylərin heç vaxt hədər getməyəcəyi vurğulanır və bəzən testlərdə düşür ki, şeirdə savaşa çağırış yoxdur, var. Savaşa çağırışı var şeirdə və şeirdə eyni zamanda uğurlu gələcəyə köklənən bir əsərdir. Yəni əsərdə qan ilə qazanılan zəfər əldən verilməz fikri aşılanır. Yəni türklərin necə dönməz olduğu, iradəli olduğu və azadlıq yoluna dönməyəcəyi qeyd edilir. Və burada gəlin artıq şeirin məzmun cəhətdən təhlilinə nəzər salaq. Birinci bəndi mən oxumayacağam ki, çox video yer tutmasın, yəni çox uzun olmasın. Ona görə birinci bəndin elə mənasına gəlin baxaq. Birinci bənddə deyir ki, şair yəni deyir ki, türkün tökülən qanları bihudə gedərmi? Burada bədii sualdan istifadə olunmuşdu. Diqqətlə düşün deyir, yoxsa bu qan həbsə hədərmidir? Diqqətlə düşün ki, bu tökülən qanların həbsə deyir hədərmi? Yəni hamısı hədərmi deyir gedər səncə? 4 ildə verilmiş bu qədər can hədər olmaz. 4 ildə dediyi 1914-18-ci illər arasıdır. Yəni 4 ildə bu qədər verilən can deyir hədər olmaz. Məfkurə yəni azadlıq deməkdir. Azadlıq yolunda deyir tökülən qanlar hədər olmaz. Daha sonra şeirin elə təhlil eləmişkən, gəlin bölgüsünü də qeyd edək üstündə və həzəc bəhrində yazıldığına görə baxırıq. Türkün tökülən qanları bihudə gedərmi? Baxın, türkün tökülən qanları bihudə gedərmi? Və biz misraları saysaq baxacağıq ki, 3, 4, 4 və 3 şəklində bölgü gedir və bəzilərində yeri dəyişilir ki, 3, 4, 4-ün 3-ə şəklində qafiyə ilə bölgülər düşə bilir. Və burada bölgü, axı biz bilirik ki, heca vəznində bölgü həmişə eyni yerinə düşür, yəni heca sayına görə düşür. Ancaq burada əruz vəznində yazıldığına görə burada bölgü saitin uzunluğundan, qısalığından yəni asılı olaraq ahəngdarlığı qorumaq məqsədi ilə fərqli-fərqli yerlərdə düşə bilər. İndi baxaq ikinci bəndimizə. Deyir, qiymətli olan xuni şəhidan hədər olmaz. Xuni şəhidan şəhid qanı deməkdir. Yəni deyir, qiymətli olan şəhid qanı deyir hədər getməz. Dul qalmış olan növhi nisvan hədər olmaz. Növhi nisvan dedikdə biz burada qadınların şivəni, yəni dul qalmış qadınların şivəni deyir hədər olmaz. Bax sən sonuna, himməti türkan hədər olmaz, bədbəxt olan əfğan yetiman hədər olmaz. Burada himməti türkan dedikdə türklərin səyi, yəni türklərin gördükləri iş. Deyir, bax, deyir, sən deyir, bu işin deyir, sonuna bax, türklərin deyir, səyinə qədər deyir, yetim qalan bədbəxt uşaqların deyir, naləsi hədər olmayacaq. Üçüncü bənddə yenə təkrara yol verilir. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbsə hədərmi? İndi baxın, bax bu hissə ilə üçüncü bəndin ilk iki misrası bir-biri ilə eynilik təşkil elədi. Və burada da eynən birinci və üçüncü bəndlərdə bədii sualdan istifadə olunmuşdur.
Türkün tökülən qanları bihudə gedərmi? Qan ilə qazandıq zəfəri verməriz əldən, xof eyləmədik atəşi dəhaşə düvəldən. Burada yəni deyir ki, atəşi dəhaşə düvəl dedikdə burada dövlətlərin dəhşətli hücumları nəzərdə tutulur. Deyir ki, biz deyir bu zəfəri qanı ilə qazanmışıq, əldən vermərik. Yəni qanla qazanılan zəfər əldən verilməz. Digər dövlətlərin yəni dəhşətli hücumlarından qorxmadıq, qazandıq. Ona görə də bu zəfəri əldən vermərik. 4-cü bəndə nəzər salsaq, bir zərrə belə qorxmayırıq dəsti əcəldən. Deyir biz əcəldən, yəni ölümün yaxınlaşmasından bir qram belə qorxmuruq. İstəsə deyir cahan deyir ta deyir təməlindən çevrilsin deyir. Türkün deyir üzü deyir həmin deyir azadlığa doğru olan yönündən dəyişilməyəcək, çevrilməyəcək və türklər deyir öz müslih əməl dedikdə islah edən, yəni barışdıran, sülh asayişi bərpa edən əməlindən geri dönməyəcək. Yüksək yaşamaq istər ikən cümlə miləldən, türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan hepsi hədərmi? Nəzər salsa, bizim bayaqki təkrar bənd, bax misralar burada da var və bizdə deyir ki, burada bizim bu misramızda deyilir ki, yəni türklər ta əzəldən deyir yüksək yaşamaq, yəni yaxşı yaşamaq istəyir. Yəni cümlə, yəni millətin hamısı yüksək yaşamaq istəyirsə deyir, səncə deyir bu yoldan dönərmi? Yəni bu qədər olunanlar bəs hədər gedərmi şəklində müraciət bilir. Yəni şeir bədii sualla başlanır. Şeir bədii sualla başlanır, bədii sualla bitir. Şeirdə müəllifin adı yoxdur, müəllif öz adını qeyd etməmişdi şeirdə. Daha sonra şeirdə türklərə müharibənin gətirdiyi fəlakətlər əks olunub. Hansı ki, orada deyir, dul qadınların növhəyi nisvan hədər olmaz, yetim qalan uşaqların fəğanı hədər olmaz. Yəni müharibənin dəhşətli üzü fəlakətlər orada əks olunub. Uğurlu və azad gələcəyə inam var. Romantik üslubda yazılmışdı. Daha sonra bu şeiri biz süjetli lirika nümunəsi hesab edə bilmərik. Daha sonra şeirlə bağlı demək olar əsas qeydləri qeyd etdik.